qonşularım var idi. İndi onlarla elə münasibətdəyik ki, vallahi doğma xalalarımı heç o qədər deyim, çox istəmirəm. Nəinki Ağdamlıları. Çünki mənə onlar xaladan yaxın olublar. Elə indinin özündə də elədilər. Liboda bir də ki, mənim evimin açarları, evlərimin açarları onlardadır. Hər şeyim onlardadır. Yəni, Ağdamlıların qonaqpərvərliyi, nə bilim, çox şey deyə bilərəm. Elə bir kəlmə bunu deyirəm ki, görün nə edirəm. Doğma xalalarımdan Ağdamlıqdan Rəqibə xaladır, Nazimə xala, o bacılar, hamınız mənə əzizsiz. Lalə, öpürəm səni. Bir diplomatda onlar qoy yanlarında, gözün ucundan da baxandı. Məsələn, oğlum getsin Bakıya, indi güya mən Bakıda oğlumun yanında olanda evdə yemək mi pişirirdim, restoranda yedik. Amma bunlar deyir, oğlum qoy ev xörəyi yesin. Bir qazan dolmanı pişirib gətirib verəcək, qapıdan gedəcək. Və belə. Yerazda dəhşət. Allah'ın dost. Dəhşət qonaqpərvər, dəhşət toylarda da pul xərcləyənlər. Yeməkləri də gətir götür də, belə süfrə dağılır. Nədir? Salyandakı gözəl. Bəxt dedim axı, hara zona, hansı zona istidirsə insanları çox istidir, çox mehribandır, çox qonaqpərvərdir, ləhcələri şirin. Mənim də bir tərəfim Füzulinin Qaraxanbəyli kəndində, bir tərəfdə, yəni nənəmin nənəsi. Ona görə də necə ola bilər ki? Elə mənim bu belə danışmağım oxşayıb, oxşamışlarıma da Füzulilər oxşamışım. Şəmkirdəki əla. Gəncə dedim də, Cavad xan məskəni necə olmalıdır? Nizami Gəncəvi məskəni necə olmalıdır? Gözəl. Xaçmaz Dubai. Hər yer gözəldir. Vallahi hər yerimiz gözəldir. Hər yer. Pis yer yoxdur bizdə. Görün Allah Taala necə sevib ki bizim vətənimizi. Orada da bizi fərqləndirib. 11 iqlimin 9-u bizdədir. Qədrini bilək. Allah'ın dostu. Gəzməyə qürbət ölkə. Ondan belə getdin gəzdin də qürbət ölkəni. Gəldin Eloban. İndi mən burada bir nömrəli toylar kraliçəsiyəm. Biraz burada tökülən pulları yığım. Gəlim də vətənə. Zaten yatırımımızı ora eləyirik. Gələcəyimizi ora ediyoruz. Qocalığımız oradadır. Hər şeyimiz oradadır əlbəttə. Vətən. Bakılılar çox centilmen, səviyyə, aristokrat, kübar. Mən şəxsən Bakı toyuna düşəndə, biz rayonluyuq da, rayonlular məni səhv başa düşməsin, nəyi deyəcəm. Bax, məsələn, indi hər yerin söhbət yox, yaxşısı pisi var. Məsələn, birdən biri deyir ki, müğənnilik sənət, mən qoymaram qızım müğənni ola. Amma mən Eyüp Yaqubovla işləyəndə Bakı toylarını çox oxumuşam. Bizə bilirsiniz necə, mən orada o toylarda dostlar, müğənni olduğum üçün fəxr edirdim. Bizə elə yüksək hörmət, dəyər verirdilər. İndi də rayon cəmaat da dəyər verir. Amma gəlin etiraf eləyək ki, belə deyim ki, Bakı paytaxt olduğu üçün hər zaman mədəniyyətin mərkəzi olur. Biz uşaq idik, gəlirdik. O vaxtı Dağüstü Park idi də. Orada açıq havada simfonik əsərlər, konsertlər gedirdi belə. İndi o kənd yerində yox idi axı elə şeylər. Yəni kənddə də nə var? Əkin, biçin, heyvan, mal, qara, belə. Prямая трансляция. Sən niyə ərə gedərdim mi? Yox, inciməsinlər. Niyə? İki qoçun başı bir qazanda qaynamaz. Mən kişidən qorxmalıyam. Tək qorxduğum kişi dəmam etdi. Yəni mənim bütün dəliliyimə, dolluğuma sağ olsun dözür. Amma ki, yox. Müğənnilərə dost kimi hörmət qoya bilərəm. Belə. Ayrı bir oğlum da olsa müğənnidən qız alaram. Yəni o demək ki, müğənni ailəsindən qız alaram. Başqa bir oğlum da olsaydı. Ya da qızım olsaydı müğənni ailəsinə ərə verərdim. Yəni hörmətimi bundan bildirirəm. Amma subay olsaydım yox, müğənniyə ərə getməzdi. Toyun ortasında mikrofonu bir də gördüm. Mənim başım dibinə qədər yağlı deyil. Bir gün beynimi qızdırdı, toyun ortasında mikrofonu qoydum başına. Biz doğanlar buradadır.
Yox, mədəniyyəti o mənada demədim. Yox dostlar, elə deməyim də. Bax, Bakıda inək saxlamırlar ki, düzdür, Bakının ortasından gedirik, söhbət şəhərdən, kəndlərdən danışmıram. Şəhər kültürü həmişə İndi mənim sözümü qəribçiliyə salacaqsınız. Mən bilirəm, nəyi deyirəm. Opera balet teatrı Tovuzda deyil ki, Bakıdadır da. Mən niyə danışdım? Konservatoriya Tovuzdadır, yoxsa Bakıda. Bunu demək istəyirəm mən. Da. Это сюда, я сама. Нет. Da? Yəni bu nöqteyi nəzərdən deyirəm. İndi danışığımı kəsib montaj edib para qoyursunuz, cəhənnəmə qoyun. Onsuz mən vecimə də deyil, öyrəşmişəm, yaxşı eləyirəm. Elə qoy məni qınasınlar. O da reklamın bir növüdür. Fevrala toy biraz zəifdir, toylar artacaq. Mənim yanvara Behçə toyum var idi. Bu söz söhbət olmadı. Səhifələr adıma səhifələr açıb. Mən orada ağzına gələn yazan. Allah'ım olsun. Toyumun sayı çoxaldı, 13'e çatdı. 12, 13 toy, 12 toy bir xına. Yanvar ayı kimin var eşq?